Bugünkü dərsimiz fosfor. Fosfor bilirsiniz ki, qısaltma formulu C2 3P3 5-ci əsas qrupda yerləşir. Normalda fosfor 3 valentlidir. Elektron həyəcanlanmasında 5 valentli olur. Yəni 3S1, 3P3, 3D1. Fosfor təbiətdə ancaq birləşmə halda yayılıb. Mineralları fosforit, kalsium ortofosfat, bir də apatitləri. Məsələn, fluoroapatit, hidroksapatit, məsələn, fluoroapatit. Alınması. Sənayedə, məsələn, alınma sularına yazaq. Deməli, bir deyir ki, Wöhler reaksiyasıdır. Yəni, kalsium ortofosfat, fosforit mineralı, üstəcə karbon, üstəcə silisium O2. Məsələn, karbon kömür, silisium O2 qum. Nə anla deməli? Kalsium silikat, ağ fosfor və dəm qazı. Həm suallar da yazsaq, fosfor 4, bura nə yazıq? 2 yazaq. Kalsium silikata nə yazaq? 6 yazaq. Deməli, silisium bura 6 yazaq. Bəs dəm qazına nə yazaq? Məsələn, burada neçə oksigen vardır? Oksigenin sayına baxaq. 8, bura 2. Neçə? 16, o da 12. 28. Deməli, 18 burada 10 yazaq. Bura 10 yazaq. Sonra kalsium ortofosfat, üstəcə təkcə karbon. Nə anla deməli? Kalsium karbid, dəm qazı, bir də fosfor. Fiziki xassəsi. Deməli, fosforun 3 allotrop şəkilləşməsi var. Ağ, qırmızı və qara fosfor. Ağ fosforun quruluşu bu cürdür. Yəni, piramida formasındadır. 6 dənə rabitəsi vardır. Qırmızı fosforun quruluşu, bir də qara fosfor. Burada fosfor bura yazılmalıydı. Nəsə orta tərəfə düşüb. Belə. Yaxşı. Ağ fosfor zəhərli, sarımsaq iyi verən molekulyar kristal quruluşlu maddədir. Ağ fosfor molekulyar kristal quruluşludur. Qırmızı və qara fosfor atom kristal quruluşludur. Ağ fosfor karbon sulfitlə həll olur. Qırmızı və qara fosfor karbon sulfitlə həll olunurlar. Ümumiyyətlə, qırmızı fosforu qızdıranda, məsələn, ağ fosforu çevrilir. Ümumiyyətlə, allotrop şəkilləşmələr maddələri bir-birlərinə çevrilə bilirlər. Ağdan qarıya, qırmızıya, qırmızıdan ağa və s. belə çevrilmələr olur. Bir ağ fosfor zəhərlidir. Qalanlar sənədi uşaqlar zəhərsizdir. Və burada da veribdir. Ağ fosfordan qara fosfora doğru getdikcə alovlanma temperaturu, ərimə temperaturu, sıxlığı artır, aktivlik isə nədir? Azalır. Burada da cədvəl formasında rəngləri də budur. Baxaq. Yəni, ağ fosfor molekulyardır, qırmızı və qara fosfor atom kristal quruluşudur. Ağ fosfor zəhərlidir, bunlar zəhərsizdir. Ağ fosfor qaranlıqda işıq verir, bunlar işıq vermirlər. Heç bir suda həll olunur. Belə, alovlanma temperaturu artır. Ağ fosfor 40 dərəcədə alovlanır, məsələn, qırmızı 260, qara fosfor 490 dərəcədə alovlanır. Sıxlıq da artır. Və kimyəvi xassəsinə baxaq. Metallarla, qeyri-metallarla və s. reaksiyalarına yazaq. Qələblər reaksiyaları var, qələblər. Nitrat su reaksiyası var. Baxaq. Metallarla reaksiyası. Metallarla fosfor reaksiya daxil olanda fosfit alınır.
daxil olanda fosfit alınır. Məsələn, natrium. Fosforlar nə anlar? Natrium müsbət 1-dir. Fosfor mənfi 3-dür. Natrium 3P. Natrium fosfit. Kalsium. Fosforlar nə anlar? Kalsium müsbət 2-dir. Fosfor mənfi 3-dür. Oksidaşma dərəcəsi nədir? Kalsium 3, P2. Kalsium fosfit. Magnezium. Fosforlar nə anlar? Magnezium müsbət 2, fosfor mənfi 3, magnezium 3, P2. Magnezium fosfit. Və s. Burada da alüminium fosfit. Və fosfitlər su ilə reaksiya daxil olur. Alınır nə? Kalsium deyək ki, hidroksid, bir də fosfit. Fosfin qazı alınır. Fosfin də xarab olmuş qazdır. Xarab olmuş balıq hissi verən qazdır. Xarab olmuş balıq hissi verən qazdır. Fosfin qazı. Və yaxud kalsium fosfit, məsələn, turşu ilə daxil olanda da fosfin qazı alınır. Fosfin qazda havada alovlanır. Yanır. Nə alınır? P2O5 və su. Qeyri-metallarla reaksiyası. Hidrogenlə bilirsiniz ki, daxil olunur. Fosforun tam yanmasından nədir? P2O5 alınır. Məsələn, klorla reaksiyası P-xlor 5 deyə bilərik. Belə. Məsələn, kükürtlə reaksiyası bu cür reaksiyalar göstərə bilir. Sonra fosfor qatı və duru nitrat turşusu ilə reaksiyası. Təbii ki, nitrat turşusunda demişdik. Qatı nitrat turşusunda nə alınır? Ortofosfat turşusu, azot dioksid və su. Duru nitrat turşusu ilə burada su da iştirak edir. Bəs burada nə alınır? Ortofosfat turşusu, bir də azot monoksid. Məsələn, fosfor qələvinin 50% məhlumuna reaksiya daxil olur. Burada nə alınır? Natrium hipofosfit, bir də fosfit. Bu normal duzdur. Natrium hipofosfit normal duzdur. Çünki hipofosfit turşusu duzdur. Hipofosfit turşu da bir əsası turşudur. Onun əmələ gətirdiyi duz normal duz sayılır. Fosfordan, bilirsiniz ki, qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Bertolli duzu, bilirsiniz ki, qırmızı fosfor.
bir də nədir? Şübhə istifadə. Deməli, Bertolli duzu qırmızı fosforla reaksiya girəndə nə anlar demişdik? Kalium klor, pH 5. Ağ tüstü. Yaxşı. Deməli, bunları danışdıq. Sonra keçəyin nədir? Orta fosfat turşusundan danışaq. Orta fosfat turşusu. Quruluşu bu cürdür. Alınması, xassələri. Baxaq. Demək, sənayedə kalsium orta fosfatı qatı sulfat turşu reaksiyasından alınır. Kalsium sulfat və orta fosfat turşusu. Və yaxud pH 5-i su ilə reaksiyasından alınır. Məsələn, pH 5 su ilə 0 dərəcədə nə alınır demişdik? Metafosfat turşusu. Bəs 20 dərəcədə nə alınır? Bəli, pirofosfat turşusu. Bəs 100 dərəcədə nədir? Orta fosfat turşusu alınır. Bir də bayaq dediyimiz kimi fosforun nitrat turşusu ilə reaksiyalarından alınır. Orta fosfat turşusu molekulyar kristal quruluşlu 5 maddədir. Orta qüvvətli turşudur. Lakmus rəngini qızardır. Düzdür. İndi daha zəif turşu deyirlər. Yeni dərsliklərdə zəif turşu kimi nəzərdə tutulur. Stomatologiyada istifadə olunur. Məsələn, orta fosfat turşusu məhv olunur. Orta fosfat turşu xassəsi metallarla, metal oksidləri ilə, əsaslarla, amonyakla və s. reaksiyalarına baxır. Məsələn, metallarla. Pasiv metallarla getmir. Mis, civə, gümüş, platin, qızıl. Bunlar orta fosfat turşusundan getmir. Sink, istəyəcək, orta fosfat turşusu. Nədir? Sink, orta fosfat. Belə. Nə bilim, alüminium, misal üçün, orta fosfat turşusu. Burada alüminium, orta fosfat. Deyək ki, hidrogen alır. Yaxşı yox. Metal oksidlərlə reaksiyası. Məsələn, kalsium oksid, orta fosfat turşusu ilə. Məsələn, mis 2 oksid, orta fosfat turşusu ilə yazmaq olar. Deməli, burada kalsium, orta fosfat və su. Burada da mis 2, orta fosfat. Və su. Məsələn, sonra əsasları ilə. Məsələn, deyək ki, 1 mol natrium hidroksid. 1 mol orta fosfat turşusu ilə.
2 mol natrium hidroksit. 1 mol orta fosfat turşusu ile. 3 mol natrium hidroksit. 1 mol orta fosfat turşusu ile. Ne anlı deməli? Məsələn, bir natrium OH ilə bir hidrogen gedir. Burada hansı artı qalar? Hidrogen, ikisi artı qalar. Ne anlar deməli? Natrium H2PO4. Natrium dihidroortofosfat. Burada necə? 2 OH, 2 hidrogen aparar. Ne qalar? Bəli. Yəni nə anlar? Natrium natrium hidroortofosfat. Bəli. Burada da 3 natrium hidroksit, natrium ortofosfat. Bir də su. Belə. Yaxşı. Veya məsələn, deyək ki, 1 mol kalsiyum hidroksit, 1 mol ortofosfat turşusu ilə 1 mol kalsiyum hidroksit, deyək ki, 2 mol ortofosfat turşusu ilə 3 mol kalsiyum hidroksit, 2 mol ortofosfat turşusu ilə. Burada 2 OH var, 2 hidrogen aparar. Bir hidrogen qalar. Kalsiyum hidroortofosfat. Burada 2 OH var, 6 hidrogen var, 4 hidrogen qalar. Nədir? Anılır nə? Kalsiyum dihidroortofosfat. Burada 6 OH, 6 hidrogen, yani burada neytrallaşma reaksiyası deyək, kalsiyum ortofosfat. Normal duz alınır. Və məsələn, belə bir misallar deyək. Natrium ortofosfat. İşte gəl, ortofosfat turşusu. Ne anlar burada? Natrium hidroortofosfat. Bunu əmsallaşdırsa, bura 2, bura 3, belə. 1 mol. Yəni burada HPO4 -2. Yenə natrium hidroortofosfat. Ortofosfat turşusuna yenə daxil olar mı? Hələ ki, turşu qalığı -2-dir. Daxil olar. Nə anlar? Natrium dihidroortofosfat. Bu -1 olur. Bunun da əmsalı belədir. Vəssalam. Natrium dihidroortofosfat. Bəs bu ortofosfat turşusuna daxil olar mı? Daxil olmaz. Artıq -1 isə daha daxil olmuş. Yaxşı, məsələn, deyək ki, kalsiyum ortofosfat. 1 mol ortofosfat turşusu ilə nə alınır? Nə alınır? Kalsiyum hidroortofosfat. Yaxşı. Kalsiyum ortofosfat 4 mol ortofosfat turşusu ilə nə alınır? Nə alınır deməli? Baxın, əmsallaşdıraq. Burada neçə kalsiyum var? 3. Cəm neçə PO4 var? 2 burada, 4 burada. Elədi neçə? 6. Nə yazarıq onda? 3 kalsiyum. Sonra nə yazarıq?
H2PO4 2. Kalsiyum dihidroortofosfor. Bərabərləşir. Bir mol amonyak, 1 mol orta fosfat turşusu ilə nə anlar deməli? Amonyum dihidroortofosfat. 2 mol amonyak, orta fosfat turşusu ilə nə anlar deməli? NH4, 2HPO4. Amonyum hidroortofosfat. 3 mol amonyak, orta fosfat turşusu ilə nə anlar deməli? NH4, 3PO4. Amonyum orta fosfat. Orta fosfat turşusunun parçalanması. Məsələn, orta fosfat turşusu parçalanır. 1 mol su ayrılır. Nə anlar? Pirofosfat turşusu anlar. Pirofosfat turşusu parçalanır, 1 mol su ayrılır. Hər dəfə parçalanıqda 1 mol su ayrılır. Nə anlar? Metafosfat turşusu. Bu da parçalanır, 1 mol su ayrılır. Nə anlar? P2O5 anlar. Orta fosfat iyonu nə ilə təyin olunur? Gümüş iyonu ilə təyin olunur. Nə alır deməli? Gümüş orta fosfat sarı rəngli çöküntü alır. Deməli, orta fosfat turşusunu da danışdıq. Bunlar dedik. Və bu da gümüş iyonuna təyin olmaqda, gümüş nitratla, daha doğrusu deyək ki, bu cür sarı rəngli çöküntü əmələ gəlir. Və keçək qida elementləri, gübrələr. Gübrələr, qida elementləri, məsələn, siz biologiya dərsində də keçmişsiniz qida elementləri. Makro elementlər var, bir də mikro elementlər var. Qida elementləri azot, kalium və fosfordur. Təbii ki, hərəsinin özünün bitkilərdə funksiyası vardır. Yaxşı, indi azotlu gübrələr. Azotlu gübrələr, məsələn, hansılardır? Çili şorası, Hindistan şorası, amonium şorası və s. Karbamid. Azotlu gübrələr. Məsələn, birinci, natrium şorası, çili şorası. Alınması necədir? Natrium karbonat, azot dioksid reaksiyası. Natrium nitrat, natrium nitrit, karbon qazı. Kalium nitrat, məsələn, Hindistan şorası. Bu da kalium kloridin, natrium nitrat ilə reaksiyası alınır. Bu reaksiya 100 dərəcədə aparılır. Çünki həmin temperaturda klorid duzu, natrium klorid daha doğrusu çökür. Yəni o temperaturda. Və kalium nitrat alınır. Sonra amonium şorası. Bu da amonyakın nitrat turşu reaksiyasından alınır. Amonyum nitrat. Veya amonyum sulfat. Bu da təbii ki, amonyakın
sulfat turşusu ilə reaksiyasından alınır. Sonra məsələn karbamid bu da təbii ki karbon qazını ammonyakla reaksiyasından alınır. Bunlar deməli azotlu gübrələr. Kaliumlu gübrələr də kalium klor, silvin. Kalium nitrat həm kaliumlu gübrədir, həm də nədir? Azotlu gübrədir. Sonra fosforlu gübrələr. Fosforlu gübrələr, məsələn, kalsium dihidroortofosfat, kalsium sulfat, sadə superfosfat. Bu da alınması kalsium ortofosfatı sulfat turşular reaksiyasından alınır. Yəni kalsium dihidroortofosfat belə 2 kalsium SO4. 2 qaz superfosfat. Bu da kalsium ortofosfatı ortofosfat turşular reaksiyasında. Sonra məsələn presipitat. Bu da ya kalsium hidroksidi, ortofosfat turşular reaksiyası, ya da kalsium karbonatı ortofosfat turşusu ilə reaksiyası. Nə anlar? Deyək ki, kalsium hidroortofosfat belə. Sonra məsələn var amofosfat. Yəni amonyakın, 1 mol amonyakın 1 mol ortofosfat turşular reaksiyasında nə alınır deməli? NH4, H2PO4. Monoamorfos deyirik. Ya da diamorfos. Gübrələr deməli sadə və kompleks gübrələrə ayrılır. Sadə gübrələr ancaq bir qida elementi olur, ya kalium olur, ya ancaq azot olur, ya da ancaq fosfor olur. Yəni içindən biri olur ancaq. Məsələn, bu da hansılardır? Kalium klor, natrium nitrat, burada məsələn kalium var, burada azot var. Məsələn, ammonium nitrat, burada azot var, burada məsələn ammonium xloriddə. Bunlar hamısı nədir? Sadə gübrələr sayılır. Sadə superfosfat, 2 qaz superfosfat. Bunlar kompleks gübrələr tərkibində 2 müxtəlif qida elementi olur. Məsələn, ya azotla kalium, ya azotla fosfor belə deyək də, kaliumla belə bu cür. Məsələn, kalium nitrat kompleks gübrədir. Çünki kalium var, bir də nə var? Azot var.
Amorfoslar. Bunlar da kompleks cüvələr sayılır. Deməli, bu qədər.